Teymur Store tətbiqindən necə qeydiyyatdan keçəcəyik və ödənişi necə edəcəyik onu izah edirəm. Bax, burada qeydiyyatdan keç düyməsinə vururuq. Adı, familiyanı burada yazırıq. Daha sonra mobil nömrəni yazıb, ondan sonra aşağıda şifrə təyin edib, qeydiyyat düyməsini sıxırıq. Bununla da qeydiyyatdan keçmiş olduq. Adı və mobil nömrəni düzgün yazılmalıdır. Məhsullar seçilir, səbətə əlavə olunur. Daha sonra məhsullar seçiləndən sonra ünvanı daxil etməliyik ki, hansı ünvana göndəriləcək. Ünvanını burada daxil edirik. Yaşadığımız rayonu tapırıq burada. Sonra küçənin adını, mərtəbəni falan, daha sonra mobil nömrəni yazıb, ünvanı yadda saxlayırıq ki, birbaşa bu ünvana və o mobil nömrəyə kuryer zəng edəcək. Ödənişə keçdik. Ödənişə keçəndə bax burada kart bölümüdür. Avtomatik özü seçir. Ödəniş düyməsini basırıq. Gördüyünüz kimi iki ödəniş variantı var. Apple Pay ödəniş kartla birbaşa. Google Pay seçirik çünki o çox rahatdır. Və sonra ödənişi etdik. Bununla da sifarişimiz hazırdır. 3-5 iş gün ərzində sifarişiniz ünvana çatacaq. Sağ olun, təşəkkürlər.